Kim namus cəngavərliyi edirsə, bilin ki, ən namussuz odur. Böyük Alman filosofu Friedrich Nietzsche'nin bu kəskin sözləri sadəcə bir ittiham deyil, insan psixologiyasının ən qədim və təhlükəli müdafiə mexanizmlərindən birinin, reaksiya formasiyanın, yəni əksinə çevirmənin ən bariz ifadəsidir. Psixoanalizdə bu mexanizm şuuraltımızdakı narahat və qorxulu duyğuları inkar etməkdən ibarətdir. Biz bu hissləri qəbul etmək əvəzinə onların tam əksini göstəririk. Yəni hiss etdiyimiz duyğunun yerinə cəmiyyət tərəfindən bəyənilən davranış və inancları sərgiləyirik. Bu şuurlu bir saxtakarlıq deyil, insan öz saxtakarlığına özü inanır. Şuur səviyyəsində yaşanan o alovlu müdafiə əslində şuuraltı səviyyədə bastırılmış, o həqiqi, lakin təhlükəli arzuların çıxış yolunu bağlayan bir maneədir. Carl Jung'un dediyi kimi, həddindən artıq olan hər bir davranış öz əks ehtimalından şübhələnməyə əsas verir. Bir insan nə qədər yüksək səslə əxlaq deyə qışqırırsa, onun daxilindəki əxlaqsızlıq istəyi bir o qədər güclüdür. Radikal ideologiyaları sərt formada yayanların, başqalarını kafir, cahil və ya əxlaqsız adlandıraraq mühakimə edənlərin arxasında dərin bir şübhə yatır. İdeoloji fanatizm çox vaxt insanın öz daxili xaotik duyğuları ilə mübarizə apara bilməməsinin nəticəsidir. Öz inandığı fikirdən qəti formada dönməyən və kənar olan hər kəsi aşağılayan şəxs əslində öz daxili şübhələrindən qorxur. O, əgər digər fikri qəbul etsə, özünün inşa etdiyi o sərt, mükəmməl inanc sistemi uçub gedəcək. Bu bir növ kognitiv dissonansı aradan qaldırma üsuludur. Mən haqlıyam, çünki qarşı tərəf tamamilə cahildir. Bu tip insanlar üçün cəmiyyət iki yerə bölünür. Biz, yəni təmiz və müqəddəs olanlar və onlar, çirkli və pozğun olanlar. Bu bölgü insanın öz içindəki qaranlıq istəkləri xaricə proyeksiya etməsinin, yəni onu əks etdirməsinin bir formasıdır. Özündəki aqressiyanı və ya qadağan olunmuş meylləri kafir adlandırdığı insanların üzərinə yükləyərək özünü namus cəngavəri rolunda təmizləyir. Lakin bu müdafiə mexanizmi insanı azad etmir, əksinə onu öz fanatizminin əsiri edir. Siyasət meydanlarında ən çox əxlaqdan, mənəviyyatdan və vətənpərvərlikdən danışan fiqurlara diqqət yetirin. Tarix boyu müşahidə olunan odur ki, ictimaiyyətin gözü qarşısında ən sərt əxlaq qanunlarını müdafiə edənlər şəxsi həyatlarında bu qanunları ən çox pozanlardır. Siyasətçi üçün əxlaq qışqırtısı bir alətdir. O, xalqın əxlaqi həssaslıqlarını hədəf alaraq özünün şuuraltı günahkarlıq hisslərini kütləvi bir hərəkata çevirir. Düşmən obrazı yaratmaq, öz daxili ziddiyyətlərini ört-basdır etmək üçün ən effektiv yoldur. İnsanlar kənardakı düşmənə nifrət etməyə o qədər alüdə olurlar ki, nəticədə liderin əsl niyyətini və ya öz daxili qarşıdurmalarını görmürlər. İş mühitində də bu mexanizm özünü biruzə verir. Həddindən artıq qaydalara bağlı olan, iş yoldaşlarının hər addımını mühakimə edən, mükəmməl və düzgün görünməyə çalışan əməkdaşları xatırlayın. Psixoanalizdə buna anal xarakter deyilir. Bu insanlar həddindən artıq səliqəlilik, dəqiqlik və inadkarlıqla öz daxili səliqəsizliyini maskalayırlar. Başqasının bir səhvini tutmaq onlar üçün özlərinin mükəmməl olduğunu təsdiqləməkdir. Lakin bu münasibət əslində dərin bir inamsızlığın və gərginliyin göstəricisidir. Onlar başqasını idarə edə bilsələr, sanki öz daxili impulslarını da idarə edə biləcəklərini düşünürlər. Bu problemin təməl səbəbi isə tənbəllikdir. Beyin mümkün qədər öz enerjisini qorumağa çalışan, bununla da insanı həyatda saxlamaq üçün təkamül etmiş ən tənbəl orqanımızdır. İnsan artıq beyninə yeridilmiş qorxu və ya ümid hissiyatı ilə gücləndirilmiş məlumatlara bütün varlığı ilə sarılır və ona qarşı olan bütün əks fikirlərə qarşı düşmənçilik edir. Çünki daşlaşmış fikirləri və inandığı qaydalar məntiqsiz olduğu aşkarlansa, yeni qayda və fikirləri necə əldə edəcəyini bilmir. Boşluğa düşüb məhv olacağından qorxur və özü də bilir ki, yeni həyati fikirlər inşa etməyə gücü və potensialı yoxdur. Təsəvvür edin ki, hər səhər ayaqqabınızı bağlayarkən bunu hansı düyünlə edəcəyinizi, niyə sağ ayağınızdan başladığınızı, ayaqqabının nə üçün ayağınızda durduğunu dərindən analiz etsəydiniz, günorta olmadan psixoloji tükənmə yaşayardınız.
Eyni ilə həyatın mənaları, siyasi seçimlər və əxlaqi dəyərlər mövzusunda da beyin eyni qənaət rejiminə keçir. O hazır paket fikirləri, ideologiyaları, doqma və stereotipləri mənimsəyir və onları özününkü edir. Bu sadəcə dini bir məsələ deyil, bu dünyəvi bir inanc xəstəliyidir. İnsanlar bəzən siyasi baxışlarını, sevdiyi brendi, hətta hansı yeməyin daha sağlam olduğunu belə bir inanc halına gətirir. Niyə? Çünki bu fikirlər onun kimliyini formalaşdırır. Fikrinizi sorğulamaq sadəcə məlumatı dəyişmək deyil, özünüzü yenidən inşa etməkdir. Beyin isə yenidən inşa etməyə tənbəldir. O dağıntıdan qorxur. Köhnə binanın bünövrəsi çürük olsa belə, içində yaşamaq yeni binanı sıfırdan tikməkdən daha təhlükəsiz görünür. Yeni, fərqli bir fikir eşidəndə beyin dərhal müdafiə mexanizmini işə salır. Qarşı tərəfin fikrini analiz etmək əvəzinə ona hücum edir. Çünki əks fikir onun mövcud olduğu zehni binanın sütunlarına vurulan zərbədir. Əgər o sütunlar uçsa, insan həqiqətsiz, mənasız bir boşluğa düşəcək. Bu, var olmağın təşvişidir. Gündəlik həyatdan bir nümunə, iş yerində 10 illərdir tətbiq edilən, lakin heç bir səmərə verməyən bir proseduru dəyişmək istəyən gənc bir əməkdaşı düşünün. Köhnə təcrübəli əməkdaşlar niyə ona düşmən kəsilirlər? Çünki prosedur dəyişərsə, onların 10 illərlə qazandıqları sistem bilicisi titulu dəyərsizləşəcək. Onlar yeni sistemi öyrənmək, yenidən adaptasiya olmaq üçün lazım olan zehni enerjini sərf etmək istəmirlər. Tənbəllik burada əxlaq və ya təcrübə maskası taxır. Biz bu qayda ilə böyümüşük. Bu ən doğrusudur. Siyasətçilər və ideoloqlar bu insan tənbəlliyini çox yaxşı bilirlər. Onlar bizə mürəkkəb sosial problemlərin həllini deyil, hazır düşmənlər təqdim edirlər. İnsan beyni mürəkkəb iqtisadi tənəzzülü analiz etməkdənsə, filan qrupu günahlandırıb sakitləşməyi seçir. Bu, enerjiyə qənaət edir. Məsələn, bir insanın X siyasi liderinə kör-körənə bağlanması həmin liderin bütün səhvlərini daha böyük bir məqsəd üçün deyə rasionallaşdırması bir reaksiya formasiyadır. Daxildə o da bilir ki, siyasətçi səhvdir. Lakin bu səhvi qəbul etmək insanın öz doğru seçim inancını sındırmasıdır. İnsan yanlış olduğuna əmin olduğu yolda irəliləməyə davam edir. Çünki geri qayıtmaq üçün lazım olan zehni cəsarət və enerji onda yoxdur. Zehni tənbəl olan insan öz inancını bir qala divarı kimi hörür. Qaladan kənara baxmır, çünki kənarda kafir, cahil və düşmən var. O, inancını qoruyaraq öz tənbəlliyini qida ilə təmin edir. İdraki azad insan isə bilir ki, beyni onu aldatmağa meyillidir. O, bilmirəm deməkdən qorxmur. Çünki bilmirəm demək yeni məlumat üçün qapı açmaqdır. Bu çox ağır bir yükdür, lakin həqiqətə gedən yeganə yoldur. Sosial şəbəkə profilləri bugün müasir insanın rəqəmsal vitrininə çevrilib. Lakin bir çox hallarda bu vitrin içəridəki boşluğu və ya çatışmazlıqları örtmək üçün qurulmuş bahalı bir dekorasiyadan başqa bir şey deyil. Xoşbəxtliyini, ailə harmoniyasını və ya sevgi münasibətlərini gözə soxar kimi paylaşan insanların davranışı psixologiyada əks-səda effekti kimi qiymətləndirilə bilər. Yəni bir şeyi nə qədər çox qışqıraraq elan edirsənsə, o, daxilində bir o qədər az səsə malikdir. Xoşbəxtlik mahiyyəti etibarilə intim və şəxsi bir duyğudur. O, anın içində yaşanır və bitir. Lakin bu duyğu sosial şəbəkədə təsdiq olunmaq üçün paylaşılırsa, o artıq xoşbəxtlik deyil, xoşbəxtlik tamaşasına çevrilir. Niyə insan yaşadığı dərin bir məmnuniyyəti kənardan gələn bəyənmə düymələri ilə təsdiqləmək ehtiyacı duyar? Cavab sadədir. Daxildəki özünə inamsızlıq və yaşadığı münasibətdən duyulan şübhə. Əgər bir şəxs hər gün sevgilisi ilə çəkdirdiyi ən romantik anları paylaşırsa, bu onun üçün bir növ psixoloji sığortadır. O, bu şəkilləri paylaşaraq öz-özünə deyir, bax, hamı görür ki, biz xoşbəxtik, deməli biz həqiqətən xoşbəxtik. Bu, insanın öz daxili narahatlığını, münasibətdəki gizli soyuqluğu və ya tərəddüdləri örtbasdır etmək üçün istifadə etdiyi bir reaksiya formasiyadır. İçində bizim münasibətimiz bitir qorxusu olan insan kənara bizim sevgimiz ölümsüzdür mesajını daha qabarıq verir. Psixoloji cəhətdən bu cür göstərişli paylaşımlar bir növ təsəlli mexanizmi kimi işləyir. İnsan real həyatda hiss etmədiyi mənəvi rahatlığı
virtual dünyada aldığı rəylərlə əvəzləyir. Təsəvvür edin, masa arxasında bir-birinin gözünün içinə belə baxmayan, lakin foto çəkilən an gülüşlərini süni şəkildə saxlaya bilən bir cütlük. Onlar üçün həmin şəkil münasibətlərinin məzmunu deyil, münasibətlərinin kataloqudur. Kataloqda hər şey mükəmməl görünür, lakin mağazaya girəndə rəflərin boş olduğunu görürsüz. Bu, bir növ sosial təsdiqləmə asıllığıdır. İnsan öz dəyərini ətrafındakıların ona verdiyi reaksiyalarla ölçməyə başladıqda, o artıq özünün deyil, cəmiyyətin gözlədiyi ideal obrazı yaşayır. Ailə məqamlarını, uşaqları və ya özəl anları gözə soxmaq dərəcəsində paylaşanlar əslində həyatın onlara verdiyi boşluqdan qorxurlar. Onlar üçün həyat yaşandıqca deyil, paylaşdıqca dəyər qazanır. Əgər bir hadisə paylaşılmırsa, onların gözündə o hadisə baş verməmiş sayılır. Həqiqətən xoşbəxt olan insan o anı yaşamaqla məşğuldur. Onun üçün fotonun keyfiyyəti və ya kənardan gələcək rəy ikinci dərəcəlidir. Həqiqi xoşbəxtliyin şahidə ehtiyacı yoxdur. O özü özlüyündə tamdır. Amma göstərişli xoşbəxtlik bir acılıq ifadəsidir. Bu, emosional bir acılıqdır. İnsan sevgini və ya ailə bağını hiss etmədikcə onu xarici təsdiqlərlə doldurmağa çalışır. Bu vəziyyəti dərin bir uçurumun kənarında durub, özünü sanki gül-çiçəkli bir bağçada imiş kimi fotolara çəkdirən birinə bənzədə bilərik. O, arxadakı uçurumu gizlətmək üçün ön tərəfi maksimum parlaq rənglərlə boyuyur. Lakin zaman keçdikcə o parlaq boya solur və insan yenidən həmin uçurumun soyuqluğu ilə qarşılaşır. Kim ən çox namus cəngavərliyi edirsə, bilin ki, ən namussuz odur hökmü, əslində bir ittiham deyil, bir xəbərdarlıqdır. Bu, insanın öz daxili qaranlığından qaçarkən düşdüyü o qorxunc tələnin xülasəsidir. Biz özümüzü, zəifliklərimizi, qadağan olunmuş istəklərimizi və uğursuzluqlarımızı qəbul etmədikdə, onları qəlbimizin ən dərin küncünə itəliyirik. Lakin bastırılan hər bir duyğu enerjisini itirmir. Əksinə, şuuraltımızda bir vulkan kimi yığılır və özünə çıxış yolu axtarır. İnsan özü ilə dürüst üzləşməkdən qaçdıqda psixoloji bir qırılma yaşayır. O, özünün qüsurlu tərəflərini qəbul edə bilmədiyi üçün həmin qüsurların tam əksini, mükəmməlliyi, əxlaqı, sadiqliyi özünə qalxan kimi seçir. Bu qalxan zamanla onun üzünə yapışan bir maskaya çevrilir. Əvvəlcə bu sadəcə bir müdafiə idi. İndi isə bu onun bütün varlığıdır. Bədbəxtlik odur ki, insan öz maskasına o qədər inanır ki, artıq maskasız yaşaya bilmir. O, özünü mükəmməl göstərmək üçün başqalarını mühakimə etməyə, onları kiçiltməyə və daim doğru yol göstərməyə məcburdur. Çünki ətrafındakı insanların maskasız yaşaması onun öz maskasının çatlarını xatırladır. Bu prosesdə insan həm özünə, həm də ətrafdakılara zərər verən bir maşına çevrilir. O, başqalarına tətbiq etdiyi əxlaq qanunları ilə əslində öz daxili boşluğunu və etiraf edə bilmədiyi günahkarlıq hissini boğmağa çalışır. Bu zənciri qırmanın tək bir yolu var. Etiraf və qəbul. İnsanın ən böyük cəsarəti öz qaranlığını tanıması və mən də qısqancam, mən də bəzən yalan danışmaq istəyirəm, mən də zəifəm deyə bilməsidir. Özünü qüsurları ilə qəbul etmək insanı əxlaq maskasından azad edir. Maska düşdükdə artıq kiməsə namus dərsi keçməyə, kiməsə barmaq silkələməyə ehtiyac qalmır. Çünki insan özü ilə barışdıqda başqalarının günahları onun üçün bir təhdid deyil, sadəcə bir insanlıq halına çevrilir. Problemli tərəflərimiz bizim düşmənimiz deyil, onlar bizim insanlığımızın bir parçasıdır. Biz onları inkar etdikcə, onlar bizi idarə edir. Onları tanıdıqca və qəbul etdikcə, biz onları idarə etməyə başlayırıq. İnsanın özü ilə olan bu müharibəni bitirməsi cəmiyyətdəki bütün müharibələrin bitməsinin başlanğıcıdır. Kənar aləmdə axtardığın namus və ya əxlaq illüziyası sənin içindəki boşluğu doldurmayacaq. Buna görə də başqalarını qınamağa sərf etdiyin o böyük enerjini öz daxili qaranlığınla üzləşməyə yönəlt. Çünki nəyi çox vurğuluyursansa, əslində ən çox ehtiyacın olan şey də odur. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.